Cənubi Qafqazın 5 ən hündür tikilisi. birinci yerdə yəqin ki bu Asteven qülləsi olar da. Asteven qülləsi siyahımızda var, amma birinci sırada deyil, ikinci sıradadır. 310 metr hündürlüylə. Gürcüstanı bilirdim ən böyük tikilisi Batumi Tower'dır, nəsə belə bir şey. Siyahımızın 5-ci sırasındadır, 200 metr hündürlüylə. Flame Tower var, alov qüllələri. Xeyr, yoxdur sıramızda. Hə, Batumi 5-dədirsə 200 metrlə, Flame Towers da 180 neçə metr olmalıdır, 188-dir nə qədər. Heydər Əliyev prospektində bir dənə tikili var. Təzə keçən əvvəl göstərmişdim, dedim o nəhəng tikililərdən biridir. Baku Tower-dır deyəsən. Sokarın binası idi yoxsa Baku Tower olmalıdır? Bəli, siyahımızın 3-cü sırasındadır, 252 metr. 252 metr, 3-cü yerdə. Bu Neftçilər prospektində binanın adı nə idi? Crescentin binası. Əyri olan yox da, o düz olan yanındakı. Bəli, siyahımızın 4-cü sırasındadır, 210 metr hündürlük. Birinci yerdə haradır ki birinci yer? Təxmini bir kömək eləyərdiniz. Bizdə deyil də, yəqin ki Asteven binası ən hündürdür. Ermənistandadır yoxsa? Bəli, Ermənistanda. adı da bizə çox doğma bir yer. İrəvan. İrəvan nə? İrəvanda nə bina? İrəvan teleqülləsi 311,7 metr hündürlüylə. 300 bizdən 1 metr 70 sant hündürdür. Bəli, bəli. Bunda da xislətlərini əl çəkmirlər də. Siyahımızın ilk sırasındadır. Siz necə birinci yer təxmin eləmişdiniz? Yəni mən Asteven qülləsini bilirdim. Maraqlıdır.